Ermənilər ən qədim yaşayış məskəni olan Azıq mağarasına iddialarından geri çəkilmək istəmirlər. Füzuli şəhəri yaxınlığında yerləşən və düşmən işğalı altında olan bu mağaranı vaxtilə elə özləri dağıtsalar da sonradan tarixi abidənin onlara məxsus olduğunu bəyan ediblər. Musiqimizi, tarixi və mədəni abidələrimizi, hətta mətbəximizi mənimsəməyə çalışan düşmən Azıq mağarasında da erməni izi axtarmaqla məşğuldur. 1999-cu ildən etibarən Ermənistan hökumətinin bilavasitə təşkilatçılığı ilə qazıntılara başlanmışdı. 2002-ci ildən isə bu qazıntılar dırnaqarası beynəlxalq ekspedisiya səviyyəsində təşkil olunmuşdur. 2016-cı il daxil olmaqla bu illər ərzində qazıntılar ardıcıl aparmışdır. Tərəfimizdən aparmış araşdırmalara görə qazıntılarda 9 ölkə iştirak etmişdir. Ümumilikdə 45 xarici mütəxəssis bu qazıntılarda iştirak etmişdir. Elə bu ildə rəsmi Bakının icazəsi olmadan mağarada qanunsuz arxeoloji qazıntı işləri aparılıb. Heç bir elmi əsası olmayan qazıntı işlərinə Azərbaycanın aidiyyatı dövlət qurumları kəskin etirazlarını bildiriblər. Bütün bunların nəticəsi olaraq onlar artıq 2016-cı ildə Azıq mağarası və Transkafkaz Koridoru adlı kitab hazırlamışlar. Təəssüf ki, kitab Springer nəşriyyat tərəfindən artıq çap olmuşdur və internet üzərindən dünyada satışı təşkil olunmaqdadır. Bütün bu dediyimiz məsələlərdə həmin kitabda öz əksini tapmışdır. Azərbaycanın müvafiq qurumları tərəfindən artıq bu haqda araşdırmalar başlanmışdır və bunun nəticəsi olaraq Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən onların axtarışları, Interpol xətti tərəfindən axtarışları verilmişdir. Azıq mağarasını 1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya kəşf edib. Abidədən tapılmış ibtidai insanın alt çənə sümüyünün qalığı göstərir ki, Azərbaycanda təxminən 350-400 min bundan əvvəl insan yaşayıb. Buranın əjdahaların yox, dünyanın ən qədim sakinlərinin yaşayış məskəni olduğu aşkarlanıb. Azıq mağarası bir 20 ilə qədər tədqiqat getdi. Ermənilərin Qarabağa təcavüzündən sonra da dayandırmışıq. Amma burada 10 dənə ədəd mədəni təbəqə açmışıq. Mən də 2-ci ildən, 61-ci ildən ta 86-cı illərə qədər o abidədə işləmişəm. Hələlik mağaranın dib qatına çatılmayıbdır. Hələ ki materiallar işləyirik. Çənə üçün xüsusi olaraq maraqlanan mütəxəssislər çox olub. Hindistandan gəlib qufda, Fransadan iki dəfə, Rusiya Elmlər Akademiyasından, Novosibirskdən, Ukraynadan, Dağıstandan alimlər gəlib maraqlanıblar və müqayisələr aparıblar ki, bəli, bu çənənin yaşı 450 min ilə gedir. Azıq mağarasından bəhs edən Divlər Sarayı sənədli filmində də bu faktlara daha əhatəli toxunulur. Rejissor Musa Bağırovun çəkdiyi filmdə mağaradan tapılmış çənə sümüyünün qədimliyinə görə dünyada 4-cü yerdə olduğundan söhbət açılır. Bu fakt kifayətdir ki, dünyanın ən qədim sakinlərinin məskunlaşdığı ərazilər arasında Azərbaycanın mühüm yer tutduğu sübuta yetirilsin. Yaqut Tapdıq qızı, Ülviyə Sabir qızı, Fuad Kərimli, CBC.